Salam aleykum. Deməli, pasiyentimiz şəkər xəstəsidir. 2 il bundan öncə dabanında, sümük nahiyəsində, topuğunda iriləşmə var idi. Müalicə elədim. 2 ildən sonra deməli barmağında təzə bir göbələk əmələ gəldi. Göbələyin ağrı forması özdə tək bir dırnaqda yox, bir neçəsində. Amma əsas baş barmağında. Deməli, bu göbələyin də, belə deyək də, ağır formasıdır. Təhlükə var ki, sümüyünə keçə bilər və oradan da belə şəkər xəstələrində barmağını itirmək təhlükəsi yarana bilər. İnşallah ki, müalicəmiz başladıq. Mərhələ ilə də sizə göstərəcəyim. Deməli, bu birinci videomuzdur. Müalicə başlandı. Arasındadır mı? Deyir, baba əli bassın. Bax, əlimi bassan bir də ağrı var. Yəni güclü yoxdur, amma var. Yəni amma dırnaq elə bir ki, tərpədəndə görürsən ki, aralanır. Deməli, oğul anasına kömək edir müalicəsində. Mənim tapşırığım, necə deyirlər, nəzarətimdə bütün təlimatlar verilir. Və Allah razı olsun oğlundan, Rauf da adı, anasına müalicəsində kömək edir. Həm qızı, həm oğlu, maşallah. Çox yaxşı evladlardır. Deməli, davam edirik. Bu növbəti videodur. Artıq dırnaq aralanmağa başlayıb, əməliyyatsız. Adətən belə dırnaqlar əməliyyatla podoloqda götürülür ya da cərrahda. Amma şükürlər ki, ehtiyac olmadı. Və nəticə etibarən belə bir gözəl nəticə, yəni ki, təmizləndi, əməliyyatsız, falansız. Və inşallah da sağalıcı, təzə dırnaqda çıxacaq. Deməli də, bu isə sonuncu videodur. Artıq xəstə, pasiyentimiz öz razılığını bildirir. Ayağımın baş barmağında, dırnağımda problem yarandı. Namik doktor müalicə eləyəndən sonra müalicəsinin elə bil 2-ci kursun 8-ci gün dırnağım, yoxsa mən podoloqa göndərəcəkdilər dırnağımı yonub götürmək üçün. 8-ci günü dırnağım özü düşdü. Allahıma şükürlər olsun. İndi özümü yaxşı hiss edirəm. Problemlər, amma şükür, onlar da düzəlirlər, yaxşıdırlar. Təşəkkür edirəm Namik doktora. Allah ömrün uzun eləsin. Gördüyünüz kimi, Allah həmd olsun, növbəti müalicəmiz də uğurlu oldu. İndi xəstəmizdə, deməli, bilən kinayəsində, qollarında bəzi problemlər var. Onları da mərhələ ilə müalicə edəcək. Bunları da sizə təqdim edirəm. Növbəti videolarına bu problemlər barəsində daha geniş məlumat verəcəyəm. Bax, belə ağrıyır, bax, belə. Deməli, inşallah ki, 4-cü kursda, 5-ci kursda bu problemlərlə məşğul olacaq. Yəni, mərhələ ilə. İnşallah ki, bu xəstəliyə də qalib gələcək Allahın izni ilə. Müalicə eləyən Allahdır, mən sadəcə səbəbəm. Salam aleykum.